Salam, bugün Türkiyədə təhsil almamağınız üçün 5 səbəb haqqında danışacağıq. Əgər sizin də Türkiyədə təhsil almaq kimi bir fikriniz varsa, bu videonu mütləq izləyin. Ümid bəy, ilk sualımız ondan ibarətdir ki, Türkiyədə təhsil niyə Azərbaycanda bu qədər məşhurlaşıb? İlk öncə düşünürəm ki, Türkiyə Azərbaycana həm mədəniyyət olaraq, həm də dil olaraq kifayət qədər yaxındır. Azərbaycanın tələbələri Türkiyədə oxumağı seçir. Digər bir səbəb, belə deyək də, yaxın ölkə olmağı təkcə mədəniyyət və dillə bağlı deyil, həmçinin Azərbaycanlı tələbələrin vizasız şəkildə, vizasız rejimlə belə deyək, qəbul alıb təhsilinə davam edə biləcəyi bir ölkədir. Ona görə Türkiyədə təhsil çox məşhurdur. Üstəlik Türkiyə universitetləri Azərbaycanda kifayət qədər yaxşı marketinq eləyir. Yəni kifayət qədər yaxşı reklamlar çıxarırlar və Azərbaycanda nümayəndəlikləri var. Hansı ki, bu da Türkiyədə təhsili məşhurlaşdırıb. Digər bir tərəfdən də Türkiyədə universitet sayı bir xeyli çoxdur. Yəni belə deyək də, lüzumsuz şəkildə çoxdur. Bu da təbii olaraq biznes məqsədli, biznes perspektivdən gələn bir şeydir. Yəni bu qədər universitetə ehtiyac yoxdur əslində. Sadəcə yəni universitetlər tələbə cəlbi üçün və bir növ tələbələrin daha çoxalması üçün müxtəlif ölkədə reklamlar aparırlar. Ona görə də Türkiyədə təhsil kifayət qədər Azərbaycanda məşhurdur və Azərbaycanlı tələbələr də çox böyük, belə deyək də, miqyasda Türkiyədə oxumağa gedirlər. Bəs tələbələrin Türkiyədə təhsil almaması üçün ən əsas hansı 5 səbəbi saya bilərsiniz? İlk öncə düşünürəm ki, Türkiyədə hal-hazırki iqtisadi vəziyyətin yaxşı olmamağı, yaşam xərclərinin çox olmağı və ölkədə belə deyək də stabilliyin olmamağı elə ən böyük səbəbdir, ilk səbəbdir. Yəni bir növ tələbə Azərbaycandan ora oxumağa gedəndə təkcə təhsil haqqı ilə kifayətlənmir, həmçinin orada kirayə xərci olur. Hər halda bir çox tələbələrin Türkiyədə evi yoxdur. Yəni kirayə xərcləri olur, yataqxana xərcləri olur, qidalanma xərcləri olur. Hansı ki, bu da çox belə deyək də yüksək miqyasdadır və hal-hazırki situasiyada bir Azərbaycanlı ailənin çətinliklə verə biləcəyi bir ödəniş miqdarındadır. Ona görə düşünürəm ki, Türkiyənin iqtisadi vəziyyətinin yaxşı olmamağı və qiymətlərin yuxarı olmağı əsas səbəbdir ki, Azərbaycanlı tələbələr Türkiyədə təhsil alarkən yəni mənasız şəkildə xərcləri çox çıxır və bu da çox da yaxşı bir belə deyək fakt deyil. Çox neqativ bir faktdır. Ona görə də düşünürəm ki, birinci səbəb Türkiyədəki iqtisadi vəziyyətdir. İkinci səbəb Türkiyədə karyera imkanlarının zəifliyidir. Yəni məsələn bir tələbə gedir, tutalım X bir ölkədə təhsil alır. Həmin ölkədə təhsil aldığı müddətdə çox yaxşı olar ki, yəni yarım ştat, part-time olaraq müəyyən bir işdə işləsin və yaxşı olar ki, öz sahəsində işləsin. Ancaq Türkiyədə, yəni belə deyək də, türklərin özləri iş imkanlarından kifayət qədər əziyyət çəkirlər və hansı ki, türk xalqı ən çox xaricə miqrasiya edən xalqların içərisində ilk pillələrdə durur. Yəni bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, bu ölkədə yaşam artıq əvvəlki kimi deyil və yaşam standartları aşağı düşüb, insanlar iş tapmağa çətinlik çəkir, müəyyən qədər özlərini saxlamağa və yaxud da əgər ailələr varsa, ailələr saxlamağa çətinlik çəkirlər və bu ölkədə iş imkanlarının kifayət qədər zəifliyi ilə bağlıdır. Məsələn, tələbə IT oxuyub, gedib hansısa restoranda bartender və yaxud ofisiant olaraq çalışmağı, yəni onun belə deyək də, akademik karyerasına və yaxud professional karyerasına heç nə qatmır. Sadəcə olaraq pul qazanır və öz xərclərini qarşılayır. Yəni Türkiyədə adətən bu belə olur. Ancaq öz sahələrində işə qaldıqda, yəni bu kifayət qədər zəifdir. Çünki birincisi orada əhali çoxdur və əhali sayı nisbətinə iş imkanları aşağıdır və üstəlik əhali sayı nisbətinə universitet sayı çoxdur. Yəni buna görə düşünürəm ki, bu karyera tərəfdən ikinci böyük mənfisidir. Türk dilinin kifayət qədər balaca coğrafiyada yayılmağıdır. Məsələn, Türkiyədə universitetlərin bir çoxunda hətta ingilis dilində təhsil alsanız belə müəyyən faiz türk dilində keçirirsiniz bəzi fənləri və türk dilinin bir o qədər də yararlı olmamağıdır məsələ. Yəni siz əgər Türkiyədə təhsil alırsınızsa, türk dilində təhsil alırsınızsa, müəyyən belə deyək, orada teoriyalar var ki, müəyyən texniki adlar olur müəyyən sahələrdə və onu siz türk dilində öyrənirsiniz və gələcəkdə də siz bunu Türkiyədə əgər praktikadan keçirə bilməyəcəksinizsə,
gəlib Azərbaycanda keçirəsinizsə, bu müəyyən qədər tələbələrə çətinlik yaradır və Azərbaycanın da qıraq harda, yəni siz bunu praktika edə bilərsiniz. Çünki türk dilinin əsas dil olaraq fəaliyyət göstərdiyi ölkə yalnız Türkiyədir və bağımsız olaraq belə deyək də hələ də tam olaraq ölkə olaraq tanınmayan Kiprirdədir. Və bu iki ölkədən başqa siz hansısa ölkəyə gedib türk dilini bilərək bir o qədər də çox avantajlara çıxmırsınız. Yəni türk dilinin zəif coğrafiyasının olmağı mənim fikrimcə digər bir mənfi tərəfdir. Digər bir dördüncü səbəb olaraq deyə bilərəm ki, universitetlərə qəbulun kifayət qədər rahat olmağıdır və düşünürəm ki, hamımız yəni bunu görürük, hamımız bunu eşidirik. Nə bilim attestatla Türkiyəyə qəbul ol, cəmi illik 500 AZ-nə Türkiyədə təhsil al və s. və ilə axır. Yəni universitetlərə qəbul kifayət qədər rahatdır. Bunun da bu şəkildə olmağının səbəbi ona görə deyil ki, yəni onlar belə deyək, tələbələrə təhsil vermək arzusu ilə yanıb alışırlar. Yəni buna görə deyil. Əsas səbəb odur ki, yəni bu adamlar universitet açıb və o universiteti necəsə maliyyə cəhətdən saxlamalıdırlar və pul qazanmalıdırlar. Ona görə tələbə cəlbi ilə məşğuldurlar. Və mən belə bir maraqlı bir faktla, yəni son vaxtlar belə bir maraqlı faktla rastlaşmışam ki, Türkiyədə təhsil alan tələbələrin bir çoxu əslində yəni biraz gülməli səslənsə də türk seriallarının populyar olduğu yerlərdir. Məsələn, Azərbaycan, Mərkəzi Asiya, digər şərq müsəlman ölkələri, Ukrayna, Rusiya və müəyyən qədər Belarusiya, yəni bu tip ölkələrdədir. Yəni seriallardan müəyyən qədər həmin ölkə haqqında bir məlumat formalaşır və düşünürlər ki, elə hər şey yəni orada olduğu kimidir. Amma yəni həmin ölkəyə getdiyin zaman başa düşürsən ki, yəni məsələ tamamilə fərqlidir. Yəni bu kinoda olduğu kimi deyil. Və ona görə də düşünürəm bu tərəfdən də baxsaq, biraz serialların, kinoların da marketinqi güclü işləyir bu ölkəyə maraq cəlbi üçün və eyni zamanda turist də zaten çox gedir bu ölkələrə və turistlərin vasitəsilə də təhsil müəyyən qədər inkişaf edir və təhsil əslində təhsilə getmək təhsil turizmi sayılır və yəni bu tərəfdən də universitetlər çox böyük avantaj əldə edirlər. Amma yəni universitetlərin orada çox olmasının yeganə səbəbi yəni biznes məqsədlidir və tələbə cəlbi üçün nəsə etməlidirlər və bu şəkildə də asan qəbul edirlər. Amma təhsil səviyyəsinin çətin olmağı, yəni mənasız şəkildə çətin olmağıdır. Yəni əslində orada xüsusi bir şey öyrətmirlər. Sadəcə imtahanlarla çətinləşdiriblər. Bu da Təhsil Nazirliyinin tələbidir. Yəni bir növ müəyyən bir strukturda universitetlər tədris eləməlidir və onun tələbinə uyğun olaraq təhsil formatı biraz çətin olur. Yəni bu da digər bir səbəbdir. Məncə çox mənasızdır. Siz gedib türk dilində təhsil alırsınız və fənləri güclə keçirirsiniz. Hansı ki 4 illik bakalavr 6 ilə 7 ilə bitirirsiniz. Yəni o vaxtı itirəcəyinizə artıq karyeranıza başlamış ola bilərsiniz və yaxud da ki o vaxtı itirəcəyinizə bir bakalavr, bir magistr oxuya bilərsiniz. Və plus da ki o ölkədə bu əziyyət çəkmək məncə daha mənasızdır. Yəni bir şey ki, yəni oxuyaraq öz sahibiniz üzrə iş tapmağa da çətinlik çəkirsiniz. Yəni hər şey neqativdir də belə deyək. Sadəcə müəyyən qədər PR-ın yüksək olmağı və Türkiyəyə qəbulun rahat olmağı həmin universitetlərin populyarlaşmasına səbəb olub. Digər 5-ci səbəb mən əslində özüm buna çox fikir verirəm. Əgər bir valideyn övladını xaricdə oxumağa yollayırsa və yaxud da ki, həmin şəxs özü bu nəticəyə gəlib xarici gedirsə, gedəcəyi ölkənin müəyyən qədər mədəniyyətinə də bələd olmalıdır və müəyyən qədər fikirləşməlidir ki, mən burada yəni öz şəxsi akademik karyeramla əlavə şəxsi həyatımda hər hansı bir proqres edə bilərəmmi, inkişaf edə bilərəmmi? Və mən düşünürəm ki, bu Türkiyədə kifayət qədər necə deyərlər, narahat bir mövzudur. Çünki yəni türk xalqı özü bir o qədər də yəni aktiv və belə deyək də proqressiv bir mühitdə yaşamır və iqtisadi vəziyyətin çətinliyi insanların çox belə neqativ olmağına gətirib çıxarır. Mən bu yaxınlarda ora gedəndə yəni hamı şikayət edirdi və bu da istər-istəməz yəni siz orada yaşayırsa sizə təsir eləyir. Belə deyək də müəyyən qədər həyat enerjisini azaldır. Üstəlik də ki, yəni götürsək ki, Avropanın bəzi ölkələrinin müəyyən insanlığa lazım olan mədəni tərəflərini və Türkiyənin bunun arasında əlbəttə ki, çox böyük fərq var. Və baxa bilərik ki, məsələn, bir çox kriminal rekordlarda, kriminal belə deyək də statistikalarda, bir çox digər mövzularda Türkiyənin faizləri kifayət qədər yuxarıdır. Yəni bu ölkədə yaşamaq bir o qədər də necə deyirlər, etibarlı deyil bu cəhətdən.
Təbii ki, indi burada hansı səbəblər rol oynayır, biz bunların haqqında çox detallı danışa bilmərik. Ən azından oralı deyilik. Amma yəni bir tələbə bura getdiyi zaman bu şeylərə fikir verməlidir. Yəni siz ora gedirsiniz, təkcə ona görə yox ki, universitet oxuyursunuz. Siz ora gedirsiniz, həm də inkişaf eləməlisiniz, həm də belə deyək də özünüzə bir həyat qura bilməlisiniz, özünüzü yetişdirə bilməlisiniz. Məncə bu Türkiyədə kifayət qədər çətin olur və demək olar mümkünsüz olur. Bəs Türkiyədə təhsil almağın əvəzinə hansı alternativlər var? Türkiyədə təhsil almanın əvəzinə bir neçə alternativ var. Əgər Türkiyədə tələbə belə deyək də gedib oxuyanda attestatla qəbul olursa, burada dim imtahanından kifayət qədər bal yığmayıbsa, mən tövsiyə edərdim ki, həmin tələbə ya hansısa bir peşə üzrə Azərbaycanda təhsil alsın və yaxud fərqli bir yerdə, digər bir tərəfdən bir il hazırlaşıb yenidən daxil ola bilər. Əgər büdcəsi uyğundursa, daha az xərci olan, daha az yaşam xərci olan, universitet xərci olan Avropa ölkələrinə getməyini tövsiyə edərəm. Çünki ən azından Avropa Birliyinə daxil olan ölkələrdə müəyyən bir sistem var, müəyyən bir belə deyək də şərait var, hansı ki, yəni həmin ölkədə olan yerli millət daha yaxşı yaşayır. Bu da ondan xəbər verir ki, sistem deməli yaxşı işləyir. Mən onu tövsiyə edirəm və ən azından müəyyən qədər mədəniyyət tərəfdən də fərqli şeylər öyrənər. Çünki Türkiyəyə getdiyi zaman bir Azərbaycanlı tələbənin, yəni onlarla bizim artıq çox da böyük fərqlər yoxdur və öyrənəcək çox da böyük bir şey yoxdur. Amma məncə Avropadan öyrənəcək müəyyən şeylər var. Yəni təbii ki, onların da bizdən öyrənəcək müəyyən şeyləri var, söhbəti yox. Ancaq bizim də onlardan öyrənəcək müəyyən şeylərimiz var ki, yəni bu bir tələbəyə çox böyük üstünlük yaradar. Yəni mən onu tövsiyə edərdim. Yəni aşağı yaşam xərcləri olan Avropa ölkələrinə gedə bilərlər. Və yaxud da ki, məsələn, müəyyən təhsilli tələbələr var, hansı ki, həm dim imtahanından yüksək bal yığırlar, həm kifayət qədər yaxşı dil bilirlər, xarici dil sertifikatları olur və onlar Türkiyəni seçim edəndə mən həmişə bir qəribə oluram. Niyə? Çünki yəni sizin bu qədər yaxşı nəticəniz varsa, yəni o əziyyəti çəkib zaten bir tələbə evindən çıxıb gedib xaricdə oxuyursa, orada təhsillə əlavə bir çox çətinliklər gəlib çıxır ortaya. Həm mənəvi çətinliklər olur, həm maddi olur, həm belə deyək də müəyyən texniki məsələlərdə tələbə çətinlik çəkir. Məsələn, ev daxili məsələlər olsun, yemək və s. və ilaxır. Və əgər bu çətinliklər gözə alırsınızsa və özünüz də kifayət qədər təhsilli tələbəsinizsə, yaxşı bal yığa bilirsinizsə, dil üzrə yaxşı özünüzü inkişaf etdirə bilirsinizsə, elə gedin o əziyyəti çəkirsinizsə, hansısa bir Avropa ölkəsində o əziyyəti çəkin və yaxud biraz da qərbə gedə bilərsiniz. Hətta Asiyanın bəzi ölkələri var ki, çox yaxşı inkişaf edib, ora gedə bilərsiniz. Yəni bu daha yaxşı olar, nəinki Türkiyəyə getmək. Yəni Türkiyədəki universitet, bəli, yaxşı universitet ola bilər, orada yaxşı universitetlər də var, reytinqləri yuxarı da ola bilər, amma bu o demək deyil ki, yəni həmin universitetdə təhsil almaq sizin üçün çox böyük bir perspektiv, potensial bir necə deyirlər, gələcək imkanlar yaradacaq. Yəni o universitetin reytinqi yuxarı olmağı bir məna kəsb eləmir. Əgər ki siz orada 4 il oxuduğunuz müddətdə heç bir öz sahənizdə praktik eləyə bilmirsinizsə və sadəcə yəni belə deyək də çətin imtahanlardan çıxıb çətin imtahanlara daxil olursa, yəni bu şəkildə bir təhsil alırsınızsa, yəni mən düşünmürəm bunun bir perspektiv yaradacağını. Yəni ondansa daha yaxşı olar Avropa ölkəsinə gedəsiniz, paraleldə öz sahənizdə yarım ştat işləyəsiniz və yaxud da hansısa bir Asiya ölkəsində hansı ki bu imkanı yaradır. Yəni bu daha çox tələbəni inkişaf etdirə bilər və xüsusilə də təhsilli tələbəni. Yəni Türkiyədə vaxt itirməyin məncə bir lüzumu yoxdur. Yəni ondan sonra o əziyyəti ilə lap təhsil müddətində o qədər əziyyətli imtahanlar keçirsiniz və o əziyyətli imtahana gedib ayrı ölkədə də keçə bilərsiniz. Məncə bu daha yaxşı olar. Yəni bu cəhətdən düşünürəm ki, alternativlər bunlardır. Yəni təbii ki, mən Türkiyədə təhsil almağın yəni əleyhinə olsam da bu mənim şəxsi fikrimdir. Həm xaricdə təhsil alan biri olaraq, həm də xarici təhsil almış belə də bir çox tərəfdaşlarım olduğu halda mən bu nəticəyə gəlmişəm və illərlə oxuyub bitirən dostlarımızın gəldiyi müəyyən karyera belə deyək də nöqtələri var ki, karyera mövqeləri var ki, ona uyğun bu fikri bildirirəm ki, yəni bu biraz mənim fikrimcə vaxt itkisidir. Yəni bundan sonra daha yaxşı olar ki, gedib fərqli bir ölkədə təhsil alasınız və ən azından biləsiniz ki, oxuduğunuz ölkədə müəyyən qədər praktiki təcrübə də yığa bilirsiniz və oradakı qədər də əziyyət çəkmirsiniz. Yəni belə. Türkiyədə təhsil alan tələbələr öz təcrübələrini bizimlə komment bölməsində bölüşə bilərlər. Əgər sizin də daha çox suallarınız varsa, bizimlə bölüşə bilərsiniz. Biz də sizin suallarınızı məmnuniyyətlə cavablandıracağıq.